Deməli, nizamnamədən gəlmiş sual cavab eləyək. Nümunəvi nizamnamə. Hər bir məktəbin özünün fərdi nizamnaməsi olmalıdır. Həmin nizamnamə nəyə əsasən hazırlanır? Ümumi təhsil müəssisəsinin nizamnaməsinə əsasən. Nümunəvi, bəli. Ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsinə əsasən. Mülkiyyət növünə görə neçə növ təhsil müəssisəsi var? 3. Hansılardır? Dövlət, bələdiyyə, özəl. Bəli. Bələdiyyə tərəfindən ümumi təhsil müəssisəsi, daha doğrusu bələdiyyə məktəbi, bələdiyyə ümumi təhsil müəssisəsi kim tərəfindən yaradılır? Deyə bilərəm. Buyurun. Bələdiyyə tərəfindən yaranmış. Bəli. Baxın, dövlət ümumi təhsil müəssisələrinin təsisçisi kimdir onda? Dövlət ümumi təhsil müəssisəsinin təsisçisi özü dövlət. Hüquqi şəxslər deyilmirmi? Dövlət, baxın, dövlətin müəssisələrinin təsisçisi dövlətdir, özəlin isə hüquqi və fiziki şəxsdir. Bəli, o özəl hüquqi fiziki şəxslərə aiddir. Bəli. Hə. Ümumi təhsil müəssisəsi, baxın, nizamnamədən sual cavab edirik. İndi ola bilər, düşə bilər də bu suallarda. Ümumi təhsil müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərmi? Ümumi təhsil müəssisəsi. Bəli, edə bilər. Edə bilər. Bəli, əqlər də daxil edə bilər. Bəli, doğrudur. Dövlət və bələdiyyə tərəfindən yaradılmış ümumi təhsil müəssisələri hüquqi şəxsdir. Yəni, bunlar publik hüquqi şəxslər haqqında qanuna əsasən yaradılır. Bu da o deməkdir ki, artıq onlar, baxın, publik hüquqi şəxs dedikdə, həmişədən demişəm ki, fiziki şəxs insandır, hüquqi şəxs isə müəssisədir də. Deməli, publik hüquqi şəxs haqqında qanunda yaranmaqda deyək ki, öncəlik ondadır ki, məsələn, biz ona sadəcə müəssisə deyəndə, o sadəcə müəssisədir. Amma hüquqi şəxs deyəndə, onların müəssisə olaraq, məktəb olaraq, ümumi təhsil müəssisəsi olaraq, onların bank hesabları ola bilər, əlbəttə ki, üst qurumların icazəsi ilə. Bank hesabları ola bilər, maliyyə təsərrüfat fəaliyyətlə məşğul ola bilər, oradan əlavə gəlir əldə edə bilər. Sonra məhkəmədə iddiaçı kimi iddiaçı və yaxud da cavabdeh qismində çıxış edə bilər. Bax, bu publik hüquqi şəxslər haqqında yaranmış, publik hüquqi şəxslər haqqında qanuna əsasən yaranmış müəssisələrin, belə deyək də, hüquqlarıdır, belə deyim. Orada bir şey var, onu soruşmaq istəyirəm. Deyir, orada publik hüquqi şəxs müflis elan oluna bilməz. Zəhmət olmasa açıqlaya bilərsiniz? Hə, müflis elan oluna bilməz. Yəni, müflis olmaq nə deməkdir? Yəni, itirmək. Yəni, hər şey itirmək. Ay, sağ olun. Yəni, bələdiyyə və dövlət tərəfindən yaradılan müəssisə müflis ola bilməz. Çünki, axı, dövlət, məsələn, təhsil müəssisəsidir. Axı, dövlət onu həm də özü maliyyələşdirir. Amma bunu özəl üçün deyə bilirik. Çünki özəl özünü təmin edir hər şeylə, özünü maliyyələşdirir, ona görə müflis ola bilər. Sonra lisenziya nədir? İcazə. Dövlət ümumi təhsil müəssisəsi lisenziya almalıdırmı fəaliyyətə başlayanda? Yeni bir müəssisə yaradılıb dövlət tərəfindən. Əsasən mənim özəl bələdiyyə aiddir onlara. Dövlətə aiddir, müddətsiz verilir dövlət müəssisəsinə lisenziya. Bəli. Kimdəsə səs var, xahiş edirəm, ya səsi bağlayın, səs gəlməsin. Ya da ki, yəni ki, səssiz bir yerdə açın səsi. Hə, demək, lisenziya fəaliyyət göstərmək üçün icazə almaq deməkdir. Lisenziya haqqında qanuna əsasən. Amma dövlətin lisenziya almağa ehtiyacı yoxdur. Deməli, məsələn, özəl
ümumi təhsil müəssisəsi özəl məktəb yaradılırsa, mütləq şəkildə lisenziya əsasında fəaliyyət göstərməlidir. Bu təkcə məktəbə aid deyil. Ümumiyyətlə, bütün istənilən bir müəssisə yaradıldıqda, əgər dövlət tərəfindən yaradılmırsa da, lisenziya əsasında, lisenziya almalıdır, icazə. Lisenziya əsasında fəaliyyət göstərir. Bəs yaxşı, akkreditasiya nədir? Biz bunu təhsil haqqında qanunda da keçmişik. Deyə bilərəm. Akkreditasiya yoxlanmaq, Yenidən təhsil qiymətləndirmək üçün müəssisələri. müraciət. Təhsil müəssisəsinin fəaliyyətini dövlət təhsil standartlarına uyğunluğunu müəyyən edir. Doğrudur. Standartlara uyğunluğunu müəyyən edən bir prosesdir məktəbin, ümumi təhsil müəssisəsinin. Yenə deyirəm, təhsil müəssisəsinin. Bu məktəb olmaya bilər. Olar ki, bağça və s. Akkreditasiya təhsil müəssisəsinin standartlara uyğunluğunun yoxlanması prosesidir. Və neçə ildən bir olur. Amma akkreditasiya da dövlətdə, bələdiyyə də, özəl də akkreditasiyadan keçir. Bax, lisenziya veriləndə müddətsiz verilir. Əvvəllər deyirdilər, əvvəl qanunda yazıldı 3 il, 5 il məsələləri var. İndi o yoxdur, ləğv olunub. Ümumiyyətlə, lisenziya veriləndə müddətsiz verilir. Amma akkreditasiyadan keçməyən bir müəssisə olarsa, onun lisenziyası ləğv olunacaq. Bəli, lisenziya. Məsələn, özəl müəssisədə lisenziya alıb, lisenziya müddətsiz verilir. Amma akkreditasiyadan keçə bilməsə, yəni standartlara bir olmalıdır mən. Bildim. Standartlara uyğunluğu, mənim dediklərimə qulaq asın, fikriniz mənim dediklərimdə olsun. Mən sizi eşidirəm. 5 ildən bir dediniz və eşitdim. İndi mən dediyimə diqqətli olun ki, birdən testə düşər. Akkreditasiya deməli, akkreditasiyadan keçməyən müəssisənin lisenziyası ləğv olunur. Bəs siyasi partiyalar və dini qurumların yaradılmasına yol verilirmi təhsil müəssisələrində? Verilmir. Baxın, uşaqların din hüququ var. Yəni ki, din hüququ var. İstədiyi dini seçə bilər. Dinini seçə bilər. Amma dini qurumların, strukturlarının yaradılması və yaxud da dini ayinlərə uşaqların cəlb olunması, bax, buna yol verilmir. Ümumiyyətlə, məktəbdə təhsil prosesi ilə bağlı olmayan işlərə şagirdin cəlb olunmasına yol verilmir. Bax, sual verilsə ki, ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətləri hansılardır? Bax, bunu mən növ də deyə bilərəm. Bax, məsələn, ümumi təhsil müəssisəsinin növləri hansılardır? Belə də sual verilə bilər. Fəaliyyət istiqamətləri hansılardır? Bu da ola bilər. Buyurun, cavab verin. Yaxşı. Ümumi təhsil müəssisəsinin fəaliyyət istiqaməti ibtidai təhsil, habelə məktəbə hazırlığı təmin edir. İbtidai ümumi orta təhsil, ibtidai səviyyəsi. Bir dəqiqə İnci xanım. Baxın, təhsil deməyik, ümumi orta, ümumi təhsil məktəbi. Çünki biz fəaliyyət istiqaməti deyiriksə də məktəbi deməliyik. Növ deyiriksə məktəbi deməliyik. Ümumi orta, ümumi təhsil məktəbi, ibtidai ümumi təhsil məktəbi. Bəli, doğru deyirsiniz. Sonra axırıncı nə dediniz? Axırıncı tam orta, ibtidai, ümumi orta, habelə məktəbə hazırlığı təmin edir. Bəli, hər birində də məktəbə hazırlıq. Bundan başqa da lisey, gimnaziya, inteqrasiya təlimli məktəbləri. Baxın, bəli, inteqrasiya təlimli ümumi təhsil məktəbi deyilsə, bilin ki, bu da ümumi təhsil müəssisəsinin növüdür. Ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətidir. Yaxşımı? Müəssisə inteqrasiya təlimli internat tipli məktəblər var. Sonra ümumi təyinatlı internat tipli məktəblər var. Xüsusi ümumi təhsil məktəbləri var. Bunların bax, məsələn, inteqrasiya təlimi ümumi təhsil məktəbi nədir? İnteqrasiya sözünü görürsünüzsə də, bilin ki, bu məktəbdə həm sağlamlıq imkanı məhdud uşaqlar təhsil alır, həm də sağlam uşaqlar təhsil alır. Başqa-başqa sinifdə olurlar, inklüziv sinif olmur. Başqa-başqa sinifdə olurlar, həm sağlamlığı məhdud, həm də sağlam uşaqlar bir məktəbdə təhsil ala bilir. İnteqrasiya təlimi. Amma biri də var, inteqrasiya təlimli internat tipli məktəb. İnternat sözünü harada görürsünüzsə də, bilin ki, bu tam dövlət təminatlıdır. Türklər demiş, yatılı okul deyirlər türklər. Məsələn, internat tipli məktəbdirsə, burada yatmaq, yemək, qalmaq var da. İnternat sözü. Bax, məsələn, biri var gimnaziya, bir də var internat tipli gimnaziya. İnternat tipli sözü varsa, deməli, burada yemək var, yatmaq var,
Sadəcə gimnaziya deyirəmsə də, bilin ki, bu adi məktəb kimi səhər getmək, günorta və yaxud da axşam dərs bitdikdən sonra evə qayıtmaq. Amma internat sözü olduqda tam dövlət təminatlıdır. Tam dövlət təminatlı da o deməkdir ki, yemək var, qalmaq var orada, belə. Müəllimə videonun səsi olacaq. Təkrar qulaq asa biləcək bunlara. Hə, videonu, dərsi yazdırıram. İnşallah göndərəcəm. İnşallah. Çox sağ olun. Siz də sağ olun. Sonra bax, burada ümumi təhsil müəssisəsinin vəzifələrindən göstərilir. Dövlət tərəfindən yaradılmış bir müəssisədirsə də, deməli, hüquqi şəxs deyə bilirik. Buna hüquqi şəxs deyə biliriksə də, müəssisənin özünün deməli vəzifələri və hüquqları var. Vəzifələrindən bir neçəsini deyə bilərsinizmi? Əslində məntiqlə yanaşsaq, fikirləşsək, tapmaq asandır. Bax, bir-iki vəzifə deyə bilərsiniz, məktəbin vəzifəsi nələrdir? Deyim müəllimə. Təhsil müəssisəsini infrastrukturla təmin etmək. Təhsil sahəsində dövlət siyasətini həyata keçirmək, mövcud infrastrukturunu təmin edilməsi, xüsusi təhsilin dövlət standartlarını yaratmaq, nitq qüsurlu olan uşaqlar üçün loqopediya xidmətinin təşkili. Aha, bir də bir şey deyim. Sizə bənddə görsəz ki, qaydaya uyğun həyata keçirmək. İstənilən bir şey, sinifdən sinifə keçirilməni, nə bilim, qəbulu, şagird qəbulunu qaydaya uyğun həyata keçirmək sözünü görəndə bilin ki, bu vəzifədir. İstənilən halda bu vəzifədir. Açar söz kimi bunu belə yadda saxlaya bilərsiniz. Bəli, siz dedikləriniz də doğrudur. Bir-iki hüquq deyə bilərsiniz. Əlavə edə bilərəm müəllim? Buyurun, Samsung adı ilə qoşulmuş hansı xanımdır? Kim idi cavab vermək istəyən? Müəllim, deməli, Məndə bir oldu. Buyurun, cavab verin. əsasən hüquq vəzifələri ondan ibarətdir ki, burada əsasən tədris prosesini təşkil etməkdir, keyfiyyətli təhsil verməkdir, müasir tələblərə uyğun şərait yaratmaqdır. Sonra müəllimlərin hüquqlarının və şagirdlərin hüquqlarının qorunmasını təmin etməkdir. Qanunla müəyyən edilmiş vəzifələri təhsil müəssisələrində icrası kimi bir sıra vəzifələr vardır. Hə, siz Bu vəzifələr. təhsil müəssisələrinin hüquq və vəzifələrinə aiddir bəli. Hüquqlarından deyim müəllimə. Hüquqlarından deyin. Buyurun. Təhsil müəssisəsinin əməkdaşları, təhsil alanlar üçün idman, bir də vaxtını çatdırmadım. Hə, buyurun, İdman deyin. və sağlamlıqla təmin etmək, təhsil alanların geyim formalarına nəzarət etmək, valideynlərin, təhsil alanların və ya digər qəyyumların təhsil müəssisəsinin nizamnaməsi ilə və yaxud akkreditasiyası ilə tanış olmaq. Bax, məsələn, baxın, ödənişli əsaslarla təhsil həyata keçirmək müəssisənin hüququdur. Bax, mən sizə keçən dərslərdə demişdim, bu dərsi keçəndə. Demişdim ki, dövlət məktəblərində təhsil ödənişsizdir, pulsuzdur. Amma istisna hal var. O hansı istisna haldır? Əgər o müəssisədə beynəlxalq səviyyədə akkreditasiyala təhsil proqramı həyata keçirilirsə də, onu ödənişli həyata keçirmək hüququ var. Aydındırmı? Bax, beynəlxalq səviyyədə akkreditasiyala təhsil proqramı ödənişli əsaslarla həyata keçirilə bilər. Dövlət məktəbi də olsa. Yəni hər ümumi təhsil məktəbində olmur da, hə bu? Yox, hər ümumi təhsil məktəbində ola bilməz axı. Çünki beynəlxalq təhsil proqramını həyata keçirmək üçün çox belə belə deyək də, beynəlxalq standartlara uyğun infrastruktur olmalıdır. Pedaqoji işçiləri olmalıdır. Ona görə hər məktəbdə əlbəttə ki, bunu eləmək olmur. Bax, hüquqlarını gəlin qarışdırmayaq. Bayaq sadaladıqlarınızın hamısı vəzifə idi. Hüquqlar isə ödənişli əsaslarla təhsili həyata keçirmə hüququ var.
Yenə deyirəm, əgər beynəlxalq proqram tətbiq olunursa. Sonra müəssisən belə deyək də, xarici dövlətlərin ərazilərində filiallar açmaq hüququ var. Başqa, Təhsil sahiblərinə qrifin vermək. bəli, qrifin verilməsi hüququ var. Əməkdaşlıq müqavilələri bağlama hüququ var. Başqa ölkələrə əməkdaşlarını qəbul etmək və yaxud ora əməkdaşlıq etmək sonra getmək o hüququ da var məlumat. Hə, sonra var sahibkarlıq fəaliyyətilə məşğul olma hüququ. Bu sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq üçün yenə deyirəm, publik hüquqi şəxslər haqqında qanuna əsasən, qanunda müəyyən edilmiş qaydaya uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ var. Sonra təhsil alanlar və əməkdaşlar üçün idman, sağlamlıq və məişət xidmətləri təşkil etmək və göstərmək hüququ var. Burada siz niyə? Bax, məsələn, əslində bunu vəzifə ilə qarışdırmayın. Əslində sağlamlıqla bağlı, idmanla bağlı məktəbdə xidmət təşkil etmək məktəbin əslində vəzifəsidir. Orada məsələn, amma burada bilirsiniz necədir? Xidməti təşkil etmək və xidmət göstərmək bunu ödənişli formada təşkil eləyə bilirlər. Bunu tərkibində bir necə deyim, obyekt kimi təşkil eləyə bilərlər. Yenə deyirəm, bu da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bir fəaliyyətdir. Bu da ancaq qurum, belə deyək də, nazirliyin və digər qurumların razılığı ilə həyata keçirilə bilər. Gün uzadılmış qrupları yaratmaq hüququ var məktəbin. Gün uzadılmış qrupları yaratmaq. Gün uzadılmış qrup nədir? Gün uzadılmış qruplar ibtidai siniflərdən təşkil olunur. Bəli, müxtəlif siniflərdən də cəlb oluna bilər həmin qrupa uşaq. Yəni ki, 1-dən 4-ə qədər hər sinifdən də məsələn uşaq olar qrupa cəlb eləmək. Ən az 20 uşaqla təşkil olunur. Bu qruplarda tərbiyəçi müəllimlər olur və s. Bu nə üçündür? Gün uzadılmış qrupun məqsədi odur ki, dərsdən əvvəl və yaxud da ki, dərsdən sonra uşaqların belə deyək də, uşaqlara dəstək göstərilir. Nəzarətsiz olmalı. Bəli, burada ev tapşırıqları işlənilə bilər. Onların dünya görüşünün artırılması üçün əlavə dəstəklər göstərilə bilər. Belə deyək, akademik nailiyyətlərini artırmaq üçün dəstəklər göstərilə bilər və s. Məktəbdən kənar təhsil proqramlarını tətbiq etmək hüququ var və s. Bu hüquqları yenə özünüz təkrar edərsiniz. Bilirsiniz, mən liseyə, gimnaziyaya bir də qayıtmaq istədim. Bayaq lisey və gimnaziya haqqında sizlə çox ümumiyyətlə o haqda sizə sual vermədim. Bax, lisey nədir, gimnaziya nədir? Bax, məsələn, belə bir sual verim. Gimnaziya hansı səviyyələri əhatə edir? Bax, ümumi təhsilin hansı səviyyələrini əhatə edir gimnaziya? Ümumi orta və tam orta. Ay, sağ olun, çox doğru. Bəs lisey? O da ümumi orta və tam orta. Əsasən Lisey də ümumi orta və tam orta, tam ümumi orta. ortadır. Tam orta. Əsasən 9-a qədər deyəsən. Baxın, əslində bəli, doğru dediniz. Lisey də, gimnaziya da ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Amma gimnaziyada bir istisna var. Hansı halda ibtidai təhsil səviyyəsi də təşkil oluna bilər gimnaziyada? Deyim mənə. Şahmat yönümlü və idman yönümlü olanda təhsil səviyyələrinin hamısı olur. Məktəbə qədər daxil olmaqla. Məktəbə hazırlıq daxil olur. Məktəbə hazırlıq, bəli. Səhv dedim. Məktəbə hazırlıq daxil olmaqla bütün hamısı təşkil olunur. Ay, sağ olun. Liseylər deməli, əsasən texniki və təbiət təmayüllü liseylər olur. Gimnaziyalar isə əsasən humanitar yönümlü. Humanitar təbiət elə? Humanitar dedikdə tarix, əsasən tarix, Azərbaycan dili, ədəbiyyat belə. Hə. Başqa burada
Bax, sonra bir dəfə belə bir şey düşmüşdü Naxçıvanda imtahana. Deyirdi ki, bax, ümumi orta təhsil səviyyəsindən ümumi orta təhsil ayırmaq kimi belə bir sual düşmüşdü. Bax, ümumi orta təhsil səviyyəsi neçənci siniflərə aid edir? 5-9. 5-9. Bəs ümumi orta təhsil 5-dən 9. neçənci? Bəs ümumi orta təhsil 1-11. bax, hər dəfə deyirik, yenə səhv deyirik. Ümumi orta təhsil hansı siniflərə aid edir? Ümumi orta 5-9-cu siniflərə aid edir. Necə? Ümumi orta təhsil 5-9-cu siniflərə aid edir. Bax, ümumi orta təhsil səviyyəsi, səviyyə deyirəmsə 5-9-cu siniflərə aid edir. Ümumi orta təhsil deyirəmsə 1-9-cu siniflərə aid edir. 1-9 müəllim. Ay sağ olun. Bax, hansı təhsil icbaridir? Hansı təhsil icbaridir? Ümumi orta 1-dən 9-a kimi. 1-dən 9-a kimi siniflər 1-dən 9. icbaridir. Bax, buna hansı təhsil deyirik? Ümumi orta təhsil. Bəli, Ümumi orta təhsil. bəli, ümumi orta təhsil. Ümumi orta təhsil 1-dən 9-a kimi olan siniflərə aid edir, 9-a daxil. Amma ümumi orta təhsil səviyyəsi dedikdə 5-9-cu sinifə aid edir. Səviyyə sözü olduqda 5-9. Bax, imtahana keçən Naxçıvanda düşmüş. Məsələn, Aha. ibtidai təhsil səviyyəsi 1-4-ü əhatə edir. Ümumi orta təhsil səviyyəsi 5-9-u, tam orta təhsil səviyyəsi 10-11. Ümumi orta təhsil 1-9. Mhm. Yadımızda saxlayaq. Ümumi orta təhsil 1-9. Səviyyə deyəndə də 5-9 elə mənim. 5-9, bəli. Bəli, bax belə bir qarışıq sual düşmüşdü. Biz keçmişdik də bunların hamısını ona görə yazmışdılar. Sonra bələdiyyə, düzdür, bələdiyyə məktəbləri yoxdur, amma qanunvericilikdə nəzərdə tutulur, yəni ola bilər. Ona görə də burada da nizamnamədə bələdiyyə məktəbləri haqqında da yazılır. Birdən deyirəm, testə düşər. Deməli, bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin nizamnaməsini Bələdiyyə Nazirliyin rəyi alındıqdan sonra bələdiyyə məktəbin nizamnaməsini təsdiq edə bilir. Və yaxud da ki, nizamnamədə dəyişiklik elədikdə də yenə Nazirliyin rəyini nəzərə almaqla bələdiyyə təsdiq edir. Nazirlik rəy verməsə, bələdiyyə məktəbi öz müəssisəsinin nizamnaməsini təsdiq edə bilməz. Amma dövlət müəssisəsində belə bir tələb yoxdur. Dövlət müəssisəsinin nizamnaməsi, məsələn, dəyişiklik olunursa, pedaqoji şurada dəyişiklik oluna bilər. Tabe olduğu, deməli, qurumun razılığı, belə deyək də, razılığı ilə təsdiq olunur. Yəni, nazirliyin yox da, idarənin. Amma bələdiyyə birbaşa dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı nədir? Pedaqoji şura. Pedaqoji şura. Düzdür. Pedaqoji şura, Mənim metodik şura nə işdir? metodik şura hər bir məktəbdə, bax belə deyim də, ola da bilər, olmaya da bilər, sırf metodik xidmətin təşkili ilə bağlıdır, metodik işlərlə bağlıdır. Amma pedaqoji şura mütləq şəkildə hər bir müəssisədə olmalıdır. Düzdür, metodik şura da ola bilər, olmalıdır. Amma məsələn, belə deyək də, o belə xüsusilə bugünkü gün tələb olunmaya da bilir də, bax belə deyim. Amma pedaqoji şura konkret olaraq ali idarəetmə orqanıdır. Metodik şura ali idarəetmə orqanı sayılmır. O özünü idarəetmə orqanı sayılır. Özünü idarəetmə orqanı sayılır. Amma ali idarəetmə orqanı sayılmır. Bax, hər bir şey pedaqoji şuranın qərarı ilə qəbul olunmalıdır, təsdiq olunmalıdır. Məsələn, müəssisənin iş rejimi. Müəssisənin iş rejimi pedaqoji şuranın qərarı ilə təsdiq olunur. Dərs bölgüsü, sonra iş bölgüsü. Bunlar hamısı pedaqoji şuranın, düzdür, çox şey var, amma sizi çox yormayım, sizə məsələn düşməz imtahan. G informasıdır, belə müəllimə. Yox, gen formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Amma rəngi şurada qəbul olunur. Gen formasının rəngi. Axı məktəblərin fərqli rəngdə ola bilər. Amma müəllimlərin geyimini pedaqoji şura müəyyən edir müəllimə. Müəllimlərin geyimini bəli, əgər istəyirlərsə də daxili nizam qaydalarına əsasən, pedaqoji şuranın qərarlarına əsasən daxili məktəbin öz daxili əmri ilə geyim
ola bilər müəllim üçün. Yəni konkret bu tələb qoymur nazirlik tərəfindən. Bax, deməli, pedaqoji şura nə üçündür? İdarə etmədə demokratiklik təmin etmək üçün. Bax, idarə etmədə iştirak etmək valideynin də hüququdur, şagirdin də hüququdur, təhsil alanın da, təhsil verənin də valideynin daha doğrusu. Bax, belə nizamnaməni təkrar edərsiniz, buradan sual düşəcək. Təhsil müəssisəsi hansı prinsiplər əsasında fəaliyyət göstərir? Təhsil müəssisəsinin idarə olunması hansı prinsipə əsaslanır? Aşkarlıq, demokratiklik, şəffaflıq. Aşkarlıq, şəffaflıq. Yaxşı, ümumi təhsil müəssisəsində hansı təhsil alma formaları yoxdur? Bax, sualı mən başqa cür qoyuram. İndi ola bilsin deyər ki, sizdə var. Mən elə yoxdur deyim, yerdə qanla biləcəksiniz ki, var da. Qiyabi yoxdur. Bir də Distant. distant. Hə. Hə, distant yoxdur hə bir də. Fərdi və stasionar var ümumi təhsil müəssisəsində. Stasionar var, fərdi də var. Hə, evdə də Fərdi var. stasionar və əyani. Aha. Deməli, Əyani də var. Mən Baxın. qiyabi Hı. o yoxdur. aha. Ümumi təhsildə yox. Əgər sizdə ümumi təhsil soruşulmursa da başlıqda, onda qiyabi də ola bilər, distant da ola bilər, əyani də, sərbəst də, fərdi də ümumi olaraq soruşulursa. Amma başlıqda sırf ümumi təhsildə təhsil alma forması dedikdə qiyabi ilə distantı çıxırsınız. Aha. Qalan hamısını götürürük evdə təhsil daxil olmaqla. Eləcə təhsil alma forması deyilsə, ancaq onları götürmək olur, elə mənim. Bəli. Aha. Sadəcə təhsil alma formaları hansılardır dedikdə onların tərkibində qiyabini də götürmək olar, əyani də götürmək olar. Təhsilin formaları hansılardır bəs? Formal, qeyri-formal, informal. Formal, qeyri-formal. Aha, doğrudur. Formal təhsildə sənəd almaq olur, o birisilərdə yox. Bəli. Dövlət sənədi, bəli. Bəli, formal sonra dövlət sənədi verir. Məktəblərdə hansı təhsil formasıdır? Formal. Formal təhsil. Formaldır. Doğrudur. Formal. Testlər işləyəndə elə hər bildiyiniz testlərdən işləməyin. Onlar sizi səhv yönləndirər. Bax, keçən dəfə dərsdə də dedim. Bax, gördünüz, 20 manat pul verdiniz, test aldınız. Suallar da bərbad, test tərtibi də bərbad. Mən də almışdım müəllimə. Çox bərbad. Heç hazırlaşmayın. Suallar. Çox bərbad. Ona görə hər mənbəyə inanmayın, onu demək istəyirəm. Sonra uşaq hüquqlarından bir-iki sualla. Uşaq hüquqlarının əslində keçən dərsdə sual-cavab elədik. İstəyirsiniz bu qalsın. Etik davranış qaydasından sual-cavab eləyək. Müəllimə, onun keçən dərs eləmişdik. Uşaq hüquqlarından eləyə bilərik. Bunu Tamam, eləməmişdik. problem deyil. İstəyirsiniz, uşaq hüquqları çox asandır da. Onu məncə tapmamaq. Biraz konvensiya çətin gəlir mənə. Mən konvensiyadan qorxuram. Konvensiya Konvensiyadan nə düşə çətin. müəllimə? Bəli. Hə, o çox xırdalıq var. Konvensiyadan nə düşə bilər? Konvensiyadan əsas. Konvensiyadan valla, yəni indiyənə kimi imtahanlarda konvensiyadır, uşaq hüquqları bunların ümumiyyətlə bunlardan sual düşəndə tapılmaq kimi bir şey olmur da, tapırlar hamısı. Fayda düşür. Variantlardan seçmək olar. Hə. Yəni rahatdır. Yenə deyirəm, bir dənə çaşqınlıq yaratmışdı bir dəfə ki, uşaqların tətil hüququ varmı? Bax, o çaşqınlıq yaratmışdı. Uşaqların tətil hüququ yoxdur. Yoxdur, bəli. İstirahət hüququ var. Aysa, tətilin mənası başqadır da. Əmək məcəlləsində maddə 3-də göstərilir. Onu keçən dəfə də izah etdim. Müəllimə, konvensiyanın sonunda var BMT-nin belə illəri falan. İlk 6 ay, 2 il. Onlar düşməz də yəqin. Yox. Qarışdırıram mən onları.
Yox, narahat elə düşünməz. Mən heç onları görməmişəm. Axırdadılar. Düşməz inşallah onlardan. İllər Axırda var, illər çoxdur, qarışdırır adam. Belə təhsil haqqında qanunda elə çətin bir şey yoxdur. Təhsil haqqında qanunda sual-cavab eləmişik. Bax, bir dəfə Naxçıvanda imtahana düşmüşdü kitabxanaçıların imtahanında ki, ümumi təhsil müəssisəsi hansı elektron sistemə qoşula bilər? Təhsil mərkəzləşdirilmiş informasiya sistemi, şagird məzun elektron sistemləri. Macit, mən utis. UTIS yox, bax, şagird məzun, bir də TIMS. Təhsil Salam müəllim, axşamınız xeyir. axşamınız xeyir. Mən indi qoşula bildim. Çox yəqin ki, keçmir hə dərsdən. Biraz sual-cavablardan eşidərdim keşke. Dərs yazılır, qrupa göndərəcəm. Qulaq asarsınız. Hə, Aha. yaxşı. Sonra Şəbnəm xanım, sizdə proqramda nə var idi? Biz nəyə? Yaxşı, dedik ki, etik davranışı sual-cavab eləmişik, nizamnaməni elə. davranışdır. Nizamnamədir. Əmək funksiyası. Bax, göndərmişdim qrupa. Uşaq Birliyi rəhbərinin əmək funksiyaları hansılardır? Uşaq birliyinin əmək funksiyası. Bax, görürsünüz, yenə oxumadınız, bax onu. Keçən dərsdə cavab verə bilmədiniz. Qrupa göndərmişəm, yenə göndərəcəm. Yenə göndərəcəm, bax, bunu bir-bir. Cavab verəm müəllim. Buyurun. Uşaq Birliyinin əsasən uşaqların hər tərəfli inkişafını və rifahını təmin etmək üçündür. Sonra şəxsi fəaliyyətini, bilik və bacarıqlarını, öhdəliklərini müəyyənləşdirmək üçündür. Sonra orada var ki, Aşı tabaqlarına Buyurun səmərli bakalım. istifadə etmək. Bunlar Bəli. deyirsiniz. Vətənpərvərlik, milli mənəvi ruhda böyümək bəli, üçün. vətənpərvərlik Tərbiyə etmək. cəhətdən yetişdirmək, bəli. Aha. Elə yer gəlmişkən, bir də ödəniş dərəcələrində hər ehtimala qarşı bir dəfə hansı region idisə ödəniş dərəcəsindən sual düşmüşdü. Yəni heç Naxçıvanda düşmüşdü müəllimə. Proqramda var o. Naxçıvanda düşmüşdü, hə, o da. Bəli, Ödəniş Bəli, dərəcəsində proqramda da var. uşaq birliyi Ödəniş dərəcəsi nədir müəllimə? Bilirəm onları müəllimə deyim. Sayın müəllimə. deyin. 7-ci Deməkdir dərəcə ki, ümumi müəllim. orta təhsil, əmək stajına tələb qoyulmadan, 8-ci dərəcə orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan, 9-cu dərəcə orta ixtisas təhsili, 5 ildən az olmayaraq əmək stajı, ali təhsil, əmək stajına tələb qoyulmadan, 10-cu dərəcə ali pedaqoji təhsil, 5 ildən az olmayaraq əmək stajı. Aha, mütləq şəkildə bunu da birdən hər ehtimala qarşı düşər. Hər dəqiqə düşmür axı ödəniş dərəcəsindən, amma birdən sizə düşər. Sonra Mən də keçən müəllimə səfər demişdim. Mənim orada bir şey vardı. Onun zəhmət olmasa cavab verərdiniz. Orada aid idi. Monitorinq və hesabatlılıq var idi deyəsən. Harda var idi? O uşaq birliyinin funksiyalarına aid idi. Oxumuşdum mən onu. Nəsə deyirdim ya sizə imtahan. Hə, dünya görüşü. Dünya görüşündən dedim ki, nələri araşdırmalıydınız? Bax, tapşırmışdım axırıncı dəfə sizə. Azərbaycan üzv olduğu dövlətlər. Təşkilatlar. Üzv olduğu birliklər, təşkilatlar. Və ola bilər ki, adlar verildi.